Herkese salam dostlar. Bugün sizlerle birlikte elektriğe kaldığımız yerden devam edirik. Bugünler dostlar bildiğimiz kimi dostlar İdrak liseyində bir uşaq dostlar müəlliməni güllələyib. İndi dostlar düşünə bilərik ki, niyə güllələyib? İndi dostlar bu haqqında çox məntiqsiz açıqlama verənlər var. Dostlar o videolardan birinə baxaq. Salam əziz dostlar, hər birinizi salamlayıram. Bugünü çox təəssüflər olsun ki, çox üzücü bir xəbərlə açdıq. İdrak liseyində baş verən silahlı insident hər bir vətəndaşımızı çox ağrıtdı, sarsıtdı. Müəlliməyə şəfalar diləyirəm Allahdan. Amma bu hadisədə mənim çox narahat edən məqamlardan biri odur ki, artıq çox təəssüflər olsun ki, sosial şəbəkələrin və bəzi uşaq oyunlarının inkişafı nəticəsində artıq uşaqlarda cinayətə meyl çox asanlaşıb. Uşaq oyunda silah görəndə belə düşünür. Oyunda silah var, mən də gedim müəlliməni gülləliyim. Adiləşib və çox təəssüflər olsun ki, mən bir ay öncə ictimai televiziyanın yayımında Roblox oyununun təhlükəsi haqqında danışmışdım. Bilirsiniz ki, Roblox'un daxilində bəzi oyunlar var ki, onlar həqiqətən də uşaqların inkişafına çox mənfi təsir edir və Əgər siz danışmasaydınız, güya bu hadisə olmayacaq idi. Uşaqlar həmin oyunları oynayandan sonra demək olar ki, artıq cinayəti, intiharı, insan öldürməyi ən adi bir hal kimi qələmə verirlər, qəbul edirlər və bu Uşaq hər gördüyünü eləmir. Əgər uşaq oyundan görüb adam öldürsə, o uşaqda psixik problem var deməkdir. Buna meyl yaranır və xüsusən də Roblox'un oyununun daxilində əgər sizin uşaqlarınız da bu oyunları oynayırsa, əmin olun ki, sizin uşaqlarınızda da cinayətə meyl var və Roblox bizə cinayət eləməyi öyrətmir. Uşaq oyundan görüb müəlliməni güllələməyib. Uşaq nə Roblox, nə PUBG oyunundan öyrənir. Bir dəfə belə bir hadisə Amerikada da olmuşdu. Uşaq da o hadisəni telefondan görüb. Gec uşağın psixik problemi var imiş. Onlar da artıq cinayəti bir sevgi, bir simpatiya hissi kimi qəbul edirlər. Bu Uşaq hər gördüyünü eləmir. Uşaq əgər hər gördüyünü eləsəydi, bir nömrəli qatil olardı. Ən böyük təhlükə isə odur ki, bu oyunlarda insanı öldürmə, işgəncə, silahla davranışlar, intihar artıq demək olar ki, uşaqlar üçün ən adi bir hala çevrilir və bu da Uşaq da bir adam öldürmək pis şeydir. Amma bu hadisənin Roblox'un heç əlaqəsi yoxdur. Nəticədə son günlər özünüz görürsünüz ki, Bakının bəzi məktəblərində, eyni zamanda bugün İdrak liseyində baş verən bu cinayət də səbəbsiz deyil. Yəni biz əgər nəticəni axtarırıqsa, səbəbi axtarırıqsa, əmin olmaq lazımdır ki, məhz bax bu oyunların geniş yayılması ilə və bu oyunları uşaqlar oynayırlarsa mütləqdir ki, onlarda artıq cinayətə meyl yaranır. Biz də bilirik ki, səbəbsiz deyil, amma Roblox oyuna görə deyil. Əsl səbəbi gizlədirsiniz ki, bu Roblox'un yeni bağlanması üçün yeni bir bəhanə olsun. Bu baxımdan valideynlər çox diqqətli olmalıdırlar və uşaqları nəzarətsiz qoymamalıdırlar və hansı oyunlara daxil olduqlarını, nə oynadıqlarını mütləq araşdırmalıdırlar. Yox, əgər araşdırmasa uşağınız bir dəfə, iki dəfə bu oyunu oynayıbsa, artıq əmin olun ki, o da növbəti mərhələlərdə bu kimi hallarla qarşılaşa bilər. Bir daha valideynlərə müraciət edirəm və ümid edirəm ki, ən azından bu çağırışlardan sonra inşallah yəni həm dövlət qurumlarımız, həm valideynlərimiz sosial şəbəkələrə və oyunlar üzərində uşaqlara nəzarəti və qadağanın gücləndirməlidirlər ki, növbəti mərhələlərdə belə hadisə baş verməsin. Bir daha bugün yarallanan müəllimə Allahdan şəfalar diləyirəm. Bəli, burada biraz düzdür, amma uşaq oyunu oynayanda cinayətə meyilli olmurlar. Bəli dostlar, siz yəqin ki, bu adamı tanıdınız da. Oyunun uşaqların psixologiyasında və inkişafında çox mənfi təsirləri var. Burada mən düşünürəm ki, daha çox mənfi təsir edir. Yəni Bəli dostlar, yəqin ki, tanıdınız. Əvvəlki videolarda da var idi. Bəli dostlar, indi başqa adamın açıqlamasına baxaq. Cəlilabaddakı Rasputin əminin baltasının sapıdır. 7 yaşlı uşağa indirilən bıçağın qəbzəsidir. Şagirdin əlindəki tüfəngin tətiyi də bizim əlimizdədir, hər birimizin. Bilirsiniz nə etmək lazımdır bu saat? Hər hansı müzakirəsiz, filansız 16 yaşa qədər uşaqların sosial media ünvanlarını bağlamaq lazımdır. Dərhal bütün təhlükəli oyunlar, lap Roblox-da daxil olmaqla aludəki virtual oyunların sonu
ya Krımakerçə, ya da Epstein adasına apara bilər. Yox artıq. Adam Roblox oyunu Epstein adasına nə apara biləcəyini deyir. Bu qədər də olmaz da. Siz oyunu qadağan eləsəz belə uşaq minlərlə girməyin yolunu tapacaq. Xüsusilə Roblox platformalarında ən böyük təhlükə yad insanlarla dialoqdan ibarətdir. Yəni böyüklər belə orada uşaq səsi ilə danışa bilər. Uşaqlarda mükafat sisteminin eyni zamanda aktivləşməsi aqressivliyi və davranış pozuntularını artırmaqdadır. Siz nə qədər tupoy adamlarsınız. Oyuna artıq üst taraması gəlib. Üst taraması ilə oyun bizim neçə yaşımızda olduğumuzu bilir. Dostlar, mən bir hashtag başladıram. Bu hashtag, o hashtag oyunumdan əl çək. Yəni dostlar, bu hashtag'i paylaşaq, videoların altına qoyaq və s. Roblox və PUBG-nin qadağan olunmasına icazə verməyək. Xəbər kanalları dostlar öz oyunumuza belə dəstək verə bilmirlər. Gəlin dostlar, o xəbərlərə bir baxaq. Kadrlardakı oyun Azərbaycanlı gənclər tərəfindən yaradılan və rəsmi olaraq mobil tətbiq vasitəsilə yüklənə bilən bir oyundur. Məzmun isə metroda baş tutan, qaranlıq, qorxunc bir mühitdə olan silahlı gənclə bağlıdır. Oyun şərti olaraq Bakı metrosunun tərk edilən stansiyasında canlandırılır. Oyunda tək oynayan və oradan çıxmaq üçün müxtəlif tapşırıqlar icra edən gənc hətta polisə silahla hücum edir. Yaş məhdudiyyəti 13 yaş üstü göstərilsə də məzmun heç də 14 və ya 15 yaşlı yeniyetmə üçün uyğun hesab edilə bilməz. Xeyr, səhv deyirsiniz. 14 və 15 yaşlı uşaqlar oyunda qan görəndə heç nə demirlər. Qorxmurlar onlar. Balaca uşaq deyirlər onlar. Ekspertlər deyir ki, nəzərə almaq lazımdır ki, çox zaman valideynlərdən xəbərsiz əksər azyaşlılar yaş məhdudiyyətinə də məhəl qoymur və yaşı 13-dən aşağı olan uşaqlar da belə oyunları oynaya bilir. Oyun 13 yaş üstüdür, amma uşaq ona fikir vermir. Ona valideyn baxmalıdır. Bir dəfə də uşaq telefonu qoyduqdan sonra valideyn bir telefona baxsın ki, mənim uşağım telefonda nə edir, hansı oyunlar oynayır. Əgər baxsa görəcək ki, bu oyun 13 yaş üstüdür, onda siləcək oyunu. Biz uşaqları Roblox, Mavi Balina kimi xarici oyunlardan qoruyarkən yerli istehsal olan belə oyunlarda uşaqlar üçün təhlükədir. Nə bu oyunun, nə də Roblox'un Mavi Balina ilə heç bir dəxli yoxdur. Polisə şiddəti təlqin edən, insanların öldürməyə təlqin edən. Uşaq oyundan görüb adam öldürmür. Həm də ona qalsa Azərbaycan kinolarında da adam öldürürlər də. Bir çox məqam var burada və biz öz övladlarımızı xarici oyunlardan, xarici mənfi təsir edən oyunlardan qorumağa çalışarkən ölkəmizdəki oyun sənayesi hansı istiqamətdə inkişaf edəcək? Elə onsuz da sizə görə inkişaf edə bilmir də Azərbaycanda oyunlar. Oyun studiyalarının yaradılması, developerların ora cəlb olunması, bu kulturanın, bu mədəniyyətin yaradılması çox müsbət bir haldır. Amma ölkəmizdə bunu sadəcə maliyyələşdirmə və bu ekosistemin yaradılması ilə bağlı təşviq var. Amma bunun daxilindəki psixolojik, insan və xüsusən də uşaqların psixolojidən zərər vermə, bu meyillər haqqında heç bir yanaşma yoxdur ölkəmizdə, təəssüflər olsun ki. Bu dünya uşaqların ətrafında fırlanmır. Biz böyüklərin də oyun oynamağa ixtiyarı var da. Bəli, ölkəmizdə oyun sektorunun inkişafı məqsədi ilə bu sahəyə təşviq siyasətini həyata keçirən müsabiqələr təşkil edən qurum var. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi. Bu qurumdan oyunların məzmununa nəzarətlə bağlı ünvanladığımız suala cavab olaraq bildirildi ki, startap oyunlar seçim mərhələsindən keçirilir. Oyunların məzmunları və onlara nəzarət isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən həyata keçirilmir. Məsələ ilə bağlı elektron təhlükəsizlik xidmətinə də sorğu ünvanladıq və eyni cavabı aldıq. Oyunların məzmununa nəzarət bu xidmət tərəfindən də həyata keçirilmir. Valideynlər nəzarət edilsin, oyun gedib niyə nəzarət edilməlidir? Gəlin dostlar, belə videoları paylaşaq, dəstək olaq ki, Roblox və PUBG-nin qadağan olunmasına icazə verməyək. Neysə dostlar, videomuz bu qədər idi. Sağ olun və bay bay.